Təşəkkür edirəm, hörmətli xanım Sədir, hörmətli həmkarlar, hörmətli media nümayəndələri. Bugün biz Avropa Parlamentinin ölkəmizə qarşı nəinki qərəzli, həm də bütövlükdə adi məntiqdən kənar düşmən mövqedə durması ilə bağlı məsələləri müzakirə edirik. Və həqiqətən də, hörmətli xanım Sədir, siz də çıxışınızda qeyd etdiniz, son 10 ildə Azərbaycanın etdiyi müsbət jestlərə rəğmən Azərbaycanın Avropa Parlamentindən əməkdaşlıq istəyinə baxmayaraq, biz görürük ki, Avropa Parlamenti yenə də öz ampulasındadır. Heç bir vəclə Azərbaycanın həyata keçirdiyi konstruktiv siyasətə uyğun öz siyasətini formalaşdırmır və qəbul etdiyi qətnamələrdə birbaşa ölkəmizin milli maraqlarını hədəfə alır. Təkcə də dünən qəbul olunan Ermənistanla bağlı Ermənistanda demokratik dayanıqlığın inkişafına dair qətnamədə yerli, yersiz, heç aidiyyəti olmayan bir formada yenə də Azərbaycanın adını oraya yazıblar. Bütün dünyanın, necə deyərlər, gözü qabağında ölkəmizə qarşı, xalqımıza, millətimizə qarşı müxtəlif beynəlxalq cinayətlər törətmiş şəxsləri dırnaqarası hərbi əsir adı altında buraxılmasını tələb edirlər. Güya Qarabağda ermənilərin, nə bilim, irsi körlanır, tapdalanır, güya ermənilərə qarşı harsızlıq olub, güya Dağlıq Qarabağ, dırnaqarası Dağlıq Qarabağ ermənilərinin ölkəmizə qayıtmasına bağlı Azərbaycan hər hansı bir addım atmır. Yəni köhnə narrativlər, köhnə, necə deyərlər, bu ittihamlar və bunlar əlbəttə ki, biz bunların hamısına alışmışıq, amma bilirsiniz, burada həm də baxırsan ki, təkcə bu siyasi, bu deyək ki, münaqişəni qızışdırmaqla bunlar məşğul olmurlar. Yaxud da yeni münaqişə yaratmaq üçün erməni revanşistlərini hərəkətə gətirmirlər. Eyni zamanda Azərbaycanın keçmiş deməli qətnamədə olduğu kimi enerji siyasətini də hədəfə gətirirlər. Bilirsiniz ki, bundan əvvəl də qəbul olunan qətnamədə Avropa İttifaqı ilə Azərbaycan arasında bağlanmış strateji əməkdaşlıqla bağlı sazişin, yaxud da enerji sahəsində əməkdaşlığı da onlar müqavilənin də ləğv olunmasından bağlı müəyyən iddialar qaldırmışlar. Elə təkcə bir neçə gündən öncə Okamponun etiraflarına biz baxaq. Bundan açıq şəkildə etiraf edirlər ki, bizim bugün məqsədimiz təkcə Dağlıq Qarabağdakı olan erməni aktivləşdirmək deyil. Eyni zamanda Azərbaycan-Avropa İttifaqı arasında olan bugünkü sağlam əməkdaşlığı sarsıtmaq, Avropa İttifaqının prezidenti xanım von der Leyenə qarşı suallar vermək, onu necə də sıxışdırmaq, hətta keçmiş xarici siyasət üzrə nümayəndə Borrelli bu işə cəlb etmək. Zaten o Josep Borrellin fəaliyyəti bizə bəlli idi. Bu həmişə korrupsiyaya bulaşmış, Azərbaycana qarşı çox qərəzli və belə deyək də qeyri-peşəkar münasibəti ilə fərqlənən bir komissar olmuşdu. Və bütün bunların, bilirsiniz, bu suallar araşdıranda, axı niyə bu olur? Bugün Azərbaycan Avropa arasında münasibətdə kifayət qədər yüksəkdir. Avropa ölkələrinin biz bir çoxuyla strateji tərəfdaşıq. Bugün Avropa İttifaqı faktiki olaraq Azərbaycanın enerjisinə görə Azərbaycanın minnətdar olmalıdır. Azərbaycanın təbii qazın tədarükü birbaşa Avropa İttifaqı ölkələrində deməli göndərilir və bugün ən çətin məqamda bugün Azərbaycan Avropalı vətəndaşları, sakinləri donmaqdan, soyuqdan xilas edir. Bunun müqabilində niyə Avropa Parlamentinin üzvləri bu qədər Azərbaycanla bağlı, mən deyədim, qərəzli mövqe tutsunlar? Cavab çox sadədir. Burada iki səbəb var. Birinci, bu şəxslər sırf korrupsiya müqabilində, pul müqabilində lobbilərin təsiri ilə Azərbaycana qarşı sifariş yetirirlər. İkinci səbəb odur ki, bugün həmin qüvvələr bəzi ölkələrin geosiyasi maraqlarını ifadə edirlər. Burada açıqdır. Məsələn, biz nə qədər bir şahidi olmuşuq ki, Azərbaycanla bağlı bu cür fəallıq göstərən şəxslər sonradan bu vəzifə formada korrupsiya cəlb olunublar. 2022-ci ildə Avropa Parlamentinin vitse-spikeri Yeva Kalın vəziyyətini biz bilirik. Qatar qeyd məsələsinə görə onu həbs etdilər və korrupsiya ilə bağlı onun açıq sxemi ortalığa çıxdı. Yaxud da elə erməni şəbəkəsinin birbaşa önündə gedən ABŞ-ın belə senatının xarici əlaqələr komitəsinin rəhbəri Bob Menendez. Bu da eyni şəbəkələrin üzvüdür, yenə də korrupsiya ittiham olundu. Və indi mən hesab edirəm ki, hörmətli həmkarlar, növbə artıq Belçika deməli, hökuməti artıq məhz Borrell kimi adamlara qarşı cinayət işini başlamalıdır. Onun əlaqələri araşdırmalıdır. Onun qəbul etdiyi qərarların siyasi motivli olması, korrupsiya xarakterli olması araşdırılıb, ifşa olmalıdır. Onlar həbs edilməlidirlər. İndi biri də çıxıb New York meri Menendyan Azərbaycanla bağlı hədiyyanlar yağdırır. ABŞ-ın dini azadlıqlar üzrə komissiyasının bəzi üzvləri Azərbaycanla bağlı hesabat hazırlayıb, eyni narrativlər, eyni iddiaları orada səsləndirirlər. Ona görə bunlar əlbəttə ki, əbəsdir və Azərbaycan səbəbləri buna çox sərt münasibət bildirməlidir. Sağ olun.